x böyükdür 3 modulu 3 minus 4-dən, kiçikdir 3 plus 4-dən. Bu da olur x Bir böyükdür dəqiqə, 1-dən. bir dəqiqə. Şəkil çəkək. Məsələn, tutaq ki, ixtiyar bir tərəf üçün ala biləcəyi qiymətlər, məsələn, biri 3-dür, biri 4-dür. Sonra x üçün hansı qiymətlər deyirik? 3-dən böyük, 3 və 4-ün cəmindən Aha, kiçik, kiçik fərqindən böyük. Aha, sonra? modulda olur. Olur x böyükdür 1-dən, kiçikdir 7-dən. Hı -hı. Bizdən deyir nə istəyir? Tam qiymətlərini cəmi istəyir. Bizdə də bura ala biləcəyi qiymətlər olur 2, 3, 4, 5, 6. Hı -hı. Amma biz burada deyirək müxtəlif tərəflidir. Buna görə 3-dən Afərin. 4-ü Afərin. 3 və 4-ü bir-biri bilmir ona görə. bunların cəmi istəyir bizdən olur 13. Tamamilə doğru. Baxın Şaxava, gördünüz, şərhə diqqətli olmalısınız. Müxtəlif tərəfli deyir. Bütün tərəflər müxtəlif olmalıdırsa biz 3 və 4-ü necə götürək ki? 2-dir, 5-dir və 6-dır. Cəmdə elədi 13. Aydındır? Bəli. Hmm. Burada müəllim demək burada şeydir. Alfa üstəgəl beta üstəgəl qammanı tapmalıyıq. Alfa üstəgəl qamma da bizə 180-i verməlidir. Üçünün cəmi 180 verdi bizə, yoxsa qamma nəyi verdi bizə? Aha, şey. Bir dəqiqə, mən qaydasını oxumuşdum axı bunu. Yox, sən deyən qayda bilsən necədir? Bax, bu şəkildə yazsın, qammanı bura qoysun, deyəsən ki, alfadır, məsələn, bütöv olaraq alfadır, bütöv olaraq beta olsa, bu da qamma olsa, üçünün toplamı 360 deyirsən, hətta 180 demirsən. Bu şəkildə ona biz bunu nə demişik? M qaydası demirdik. Niyə qarşıladın ki? Cavabımı düz almısan. Alfa üstəgəl betadır, qamma bərabər alfa üstəgəl beta. M qaydasına görə içəridəki bucaqların toplamı çöldəki bucağa verir. Yəni bu dalğavari hərəkəti istədiyiniz qədər davam elətdirə bilərsiniz. Həmişə içəridəki bucaqların toplamı çöldəki bucaqları verir. Biz bunu da demişdik. Bu da qamma elədi 35 üstə gəlsin 23, yəni 58. Deməli, sualda əkob AB plus əbob AB bölünsün əkob AB çıxılsın əbob AB-dir. Onun üçün də biz tənliyimizi A plus B bölünsün A çıxılsın B bərabərdir 3 formasında yazırıq. Yəni burada biz bunu sistem ayda. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə edir? Mən dara gələcəkdim. Yox, tələsmə. Birbaşa onun cavabı var. A, B qarşılıqlı sadə ədədlərsə əkob nə olur? Hasil. Afərin. Niyə A plus B dedin? Tamam, başdan alaq. Deməli, burada qarşılıqlı sadə ədədlər olduğu məqamını bizə vurğuladığı üçün əkob AB AB-dir plusdakı əbob AB isə 1 qiymətini alır, bölünsün. Əkob AB-yə yenə AB deyirik, əbob AB isə çıxılsın 1 ifadəsini qoymuş oluruq, bərabərdə 3. Burada tənaşif formasında da edə bilərik. AB plus 1 bərabərdir 3AB çıxılsın 3 olacaq. Ondan sonra tərəf-tərəfə deyəndə, yəni çıxanda 3AB-dən AB çıxanda 2AB, 3-ü boyunca tərəfə keçirəndə 4 eləyir. AB də oradan 2 qiymətini almış olur. Aydındır uşaqlar. Yəni bu sadə bir sual. Sürət həmişə məxrəcdən kiçik olur. Bəli, bunu yazırsınız da. 2M kiçikdir. M üstəgəl 9-dan. Burada da M kiçik 9. 9-dan kiçik neçə natural qiymət var? 8 dənə. Budur yəni. Burada deyir, əbəb vurulsun, əkob bərabərdir 300-ə, C də bərabərdir 12-yə. Səhv yadımda qalmırsa, əkob, əbob və C-nin hasilinə bərabər olmalıydı. Aha, bəli. Burada ki, şey yazsın, əbob vurulsun 12 bərabərdir 300-ə. Yəni, ümumiyyətlə, belə bir qaydamız var. Əkob ilə əbobun hasili bizə nəyi verirdi həmişə? AB-ni vermədi. Bəli. AB bərabər 300. Sonra? AB bərabərdir 300-ə. Buradan mən şey yazmışam da, indi C-ni 12 qoysaq, əbob 2, əbobun kvadratı vurulsun 12 bərabərdir 300-ə. Buradan da əbobun kvadratı 25 eləyir. Əbobun düsturu, gözlə, pillə-pillə gedək. Əbobun düsturu necədir? Əbobun AB və C ilə ifadə olunmuş düsturu var idi. Əbob AB bərabər nə yazırdıq? Əbob AB bərabərdir, AB bölünsün C-yə. Bəli, AB bölünsün C. İndi gətirib qiymətləri yerinə qoyuruq. Neçə elədi? 300 bölünsün 12. O da eləyir 25, o da eləyir 5. Bəli, bu qədər. Mən sadəcə bununla elə bir əkobu əbobla əvəz eləyib yazmışam. Bəli, sən dediyin kimi də düzdür. Məsələn, sən burada əkob AB üçün öz düsturunu, əbob AB üçün öz düsturunu yazıb, bunlar bir-birinə vurub
Oradan C-lərin ixtisar gedib bərabər 300 yazıb yenə eyni şey alınır. Sadəcə bizim işimiz nədir? Biraz daha qısaltmaq. Variantlar demir, cavab demir. Tamam. Birinci cavab lazım. Cavab B variantı. B variantı yazmışam. B. Düzdür. Buyur. Mən bu sualı ilə əvvəlcə topluda da işləmişdik. Burada deyir birinci hovuzu 6 saata, ikinci hovuz 8 saata. Demək biz bunu yazırıq 6'da 1 plus 8'də 1. Hı -hı. Amma deyək üçüncü boysa dolu hovuzu 12 saata boşaldır deyir burada. Buna görə çıxırıq. Minus 12'də 1. Bərabərdir. Ortaq gətirəndə 24'də 4 plus 24'də 3 minus 24'də 2. Bərabərdir 24'də 5. Normalda bərabər 1 bölü 2 yazırıq. Sonra burada neçə yazır? 24'də 5. Aha. Və 1 saatda demək hovuza 24'də 5 saat olur. Tam dolması üçün də 24'ü 5'ə bölürük. 4,8 edir. Aferin. Bəs hovuzun hansı hissəsi dolub desəydi nə olardı cavabın? 24'də 5 götürməzdik mən. Götürərdik. Bəs hansı hissəsi boş qalıb desəydi? 24 5. Yox, məsələn, hansı hissəsi dolub? 24'də 5 hissəsi dolub. Hansı hissəsi boş qalıb bəs? 24'də 19. Aferin, aferin. Sinifin 4'də 5'də 3'ünü qızlar təşkil edir. Bizdən oğlanların sayını soruşur. 40-ın 5'də 2'sini tapırıq. O da 16 cavabını edəcəkdir. Cavab B variantı. Doğrudur. Doğrudur. 12 avrosun B 2 olarsa 1 bölünsünə çıxılsın modulda B bölünsün B kvadrat ifadəsinin qiymətini tapın. Mən birinci bunları ortaq məxrəcə gətirdim. Bu da elədir. AB kvadratı, avrosun B kvadratı, yəni məxrəc istərəm. Üstdə də B kvadratı çıxılsın modulda A modulda B. Bu da bir şeye dikkat eləməlisən. Bu şəkildə yaza bilərsən. Buradan cavab da alırsan. Bunun daha qısa yolu var idi. Təhlil edə bilərsən. Məsələn, bax, elə iki ədəd var ki, bunların cəmi mənfidir və elə iki ədəd var ki, bunların hasili müsbətdir. Bu ədədlər haqqında hansı fikir bildirə bilərsən? Yəni ədədlər müsbətdirmi, mənfidirmi, yoxsa necədir? Mənfidirlər. Ədədlər mənfidirlər. Aferin. Bax, bunu bilməyin kifayət edir ki, ədədlər mənfidirlər. Ədədlər mənfidirsə, məsələn, bu olduğu kimi yazırsan, düzdür mü? Bunu moduldan çıxardırsan. Modulda B, əgər B mənfidirsə necə çıxırdı moduldan? Mənfi B şəklində çıxır. Yəni 1 bölünsün A, düzdürmü? Üstə gəl B böl B kvadratı. Bu da neçə verdi bizə? 1 bölü A. 1 bölü A üstü bölünsün. 1 böl B. 1 bölü B. Tamam. Ortaq məxrəc və indi gətir. İndi gətirən sənə daha rahat olasıdır. Qiymətlər gətirib yeni qoyunda gönə alınır. Bölünsün 2. O deyil mənfi. Bəli. Sən bayaq qeyd elədiyin yolla cavab alınır. Yenə deyirəm, bu uzun yolla alınır, amma bizə lazım nədir? Qısa yolunu tapmaq. Nədir? Mənfi 6. Muxtəsər düşdürüdü. Orada indi A çıxılsın B-nin kvadratını düşdürüdü. Orada da yerinə qoymuşuq. A çıxılsın B-nin mörtəzi kvadratı düşdürüdü. Bəli. Aha, bəli. 3x çıxılsın 2y çıxılsın 2x plus 3y-in kvadratı. Plus yoxsa minus? Sən birbaşa dedin. Bəli, mən mənfini açıb demişdim. O da ki B variantındakı cavab etməkdədir. Aydındır, Mədinə. Yəni, bu sənin əlində elə bir sual idi. Yəni, bunu yazılmaq nə deməkdir? Müəllim, burada Bəli. niyə biz birincinin bölüşməsi, ikincide niyə 2x minus 3y yazdı? Çünki A kvadratı çıx 2 vur A vur B üstə gəl B kvadratı olunur. Bərabərdir 4-ə deyirsə, onda A bərabərdir 4 Aferin. deyər. A bərabər 4-dür. Burada şeydə K olaraq götürmək olar. A-nı 4K, B-ni də K olaraq götürmək Sən olar. birbaşa A-nın yeni 4B yaza bilməzsən ki. 4B yaza bilərik, hə. O da eləyir 16B kvadratı Necə çıxılsın. yazaq? Onu mən də indi ona görə özünüz yazın. Hı -hı. Bunların hamısının yerinə 4B qoyuruq. Ondan sonra 16B kvadratı çıxılsın. 4B kvadratı üstə gəlsin B kvadratı bölünsün. 16B kvadratı çıxılsın. 4B kvadratı çıxılsın B kvadratı. Buradan 16 üstə gəlir 9B kvadratı. Altda qalır neçə eləyir bu? Yox, tərs dedim. 9 eləmədi. 12 elədi. 12B kvadratı. Tələsmə, üstə neçə elədi? 13 11. 13 Yox, 13. Üstə 13 elədi. Altda da eləyir 9B kvadratı. 11B kvadratı. Riyaziyyatım qutardı mənim məsələ bir. Buradan da B kvadratları ixtisar gedir, qalır 13 bölünsün 11. Bəli, nəsə o.
Burada biz bilirik ki üstümüzə daxil bucaqların cəmi 180-dir. Yəni y, x, z-in cəmi 180-dir. Biz bir dənə t-ni tapmalıyıq. Deyim, nədir? Hə, burada 110 mənim digər tərəfi 70-dir. Burada 50-dirsə, bu da 180 bərabər olmalı. Deməli, t də olur 60. 120 ilə 180 60 toplayır Və 240. bilməzdin ki, sən 110 dərəcəli bucaq xarici bucaqdır. Özünə qonşu olmayan bu iki daxili bucağın cəmidir. Yəni 50 üstə gəlinsin t 110-dursa, t də elədi 60. T 60 eləsə, bununla bunun toplamı elədi 200. Bu neçə? 110-dur bu. Hə, bununla Bəli. bunun toplamı neçədir? 240. Bu variant. Aydındır? Bəli. Onlar deyil. Bizə buna görə hər birinin yarısını götür. Yəni 8-in 12-nin onun yarısını Medianların özəlliyi götürürük. necə idi? Yarıya Yəni böl, tən kəşf yarıya nöqtəsindən böl. 1-in 2-yə nisbətinə bölünür deyəsən. 1-in 2-yə Bəli, nisbətinə. bəli. Uzun parçası tutaq ki 12 isə, qısa parçada nə olurdu bunun? Nəyi olurdu? Yarısı. Aferin. 6, 8-in 4, yox, x 4 eləyir, z də 5 eləyir. Cəmi isə bizdən 15. Aferin, tamamilə doğru. Bəli, bunların cəmi bu da 15. Medianlar biz bilirik ki, qaydasına qulaq asın. Medianlar biz bilirik ki, kəşflə və kəşfi nöqtəsində, yəni 3 dənə medianın üçünü də eyni anda gəlməli çəksəm, bu 3 bucağı 6 dənə bərabər sahəyə bölür. Baxın, 6 bərabər sahəyə bölür. Diqqətli qulaq asaq. Və 6 bərabər sahəyə böldükdən sonra, məsələn, mən bu xətlərini silsəm, baxın, bu xətləri silsəm, eyni şəkildə bunu da silsəm, bunu da silsəm. Mən artıq bunu deyə bilərəmmi ki, məsələn, bu hissədə 3 dənə bərabər sahə var sözünü deyə bilərəm. 3 dənə bərabər sahə, hər biri 2s, 2s olmaqla 3 dənə bərabər sahə var. Elə bil ki, sizə bax, bu 3 bucaqlardan birinin sahəsini tapmaqla medianların kəşf nöqtəsindən ortacağa endirilmiş hündürlük veribdir sizə. Baxın, həmin hündürlüyün qiyməti var, deyəsən, 3 sm məsafə verilibdir. Həmin hündürlüyü veribdir sizə və bu tərəfi soruşur. Bu tərəfə tutaq ki, bir dənə A qoysam, onda mən deyə bilərəmmi ki, bunun sahəsini tapıb 3-ə vursam, çünki 3 dənə eyni sahə var axı, bütöv 3 bucağın sahəsi olduğunu deyə bilərəmmi? Onda yazaram ki, A vur 3, bölünsün 2 bərabərdir 90. Yəni 3-ə vurmadım, 3-ə də vurum. Bəli. Aydındır. Buradan da A da bərabərdir neçə elədi? 20. Başa düşdük? Aydındır. Şey soruşum, mən öz yolumu deyə bilərəm. İndi mən buradan G nöqtəsindən C-yə kimi çəkdim. Ondan sonra əgər məsələn MG ilə ME x-dırsa, CG-də 2x olar deyə düşündüm. Ondan sonra Bir dəqiqə. orada elə bir Nə dedin? MC 2x-dirsə nətəri? Oraya 2x-dırsa, MG hissəsi də Yox, sən bunu 3x olar deyə belirlənmirsən ki, xeyr. Bu hissədən belə gətirməlisən. Belə gətirəndən sonra sən medianların kəşf nöqtəsi tutaq ki, buna x, buna 2x deyə bilərsən. Sən gəlib bu xəttə x və ya başqa bir şey deyə bilmirsən axı. Anladım. Deməli, aşağı birinci növbədə baxırsınız ki, mən qeyd elədim ki, çoxluqlar uyğun olaraq sözləyirsə, deməli, m çoxluğuna aid olan budur. Digər də eyni şəkildə n çoxluğuna aid olan da budur. Yəni, aid olanlarda eyni şəkildə köklər bunlardır. Həmçinin 6 və -3 ortaq kökdür. Yəni, biz bilirik axı, köklərinin cəmi, yəni 6 ilə -3-ü toplasam, bu mənə nəyi verir? Viet teoreminə görə -p-ni verməlidir. Eyni şəkildə 6 ilə -3-ün hasili yenə də Viet teoreminə görə k-nü verməlidir. Digərinə görə də həmçinin, deməli, -3 ilə 5-in toplamı bizə -k-nı verməlidir. -3 ilə 5-in hasili bizə elə verməlidir. Budur, yəni bunu tapmaq lazım idi. Buradan -p bərabərdir 3. P də bərabərdir -3. Digərinə baxırsınız. Q bərabərdir -18. K-ya tapanda -k bərabərdir 2. K bərabərdir -2. L də bərabərdir -15. Deməli, Q -18, P -3, K -2, L də -15. Qiymətləri yenə qoyub cavab tapırıq. -3 vurulsun, K-nın yerinə -2, üstə gəlinsin. Q-nün yerinə -18 vurulsun, L-in yerinə -15. Budur yəni. Başa düşdünüz? Başa düşdünüz, gənclər? Bəli, müəllim. 270 elədi deyəsən. Biz hesabladımsa. Tamam. Aydın oldu? Bu qədər.
Bax, burada amma sən aşağıdan deyə bilərdin ki, müəllim, bu ifadəni bir-birlərinə vuranda x kvadratı çıx x çıx 6 eləyir. Sonra keçirsən, digərini başqa rənglə göstərim. Bu ikisini bir-birlərinə vuranda x kvadratı çıx x çıx 12 eləyir. Sonra daha sonra deməliydik ki, uşaqlar, buradan da yuxarıdakı veriləndən x kvadratı çıx x-in 4 olduğunu bilirəm. Gətirib yerinə yazsam, bunun yerinə 4 yazsınız, bunun yerinə 4 yazsınız, cavab tapırsınız. Yəni 48 bölünsün 4-dən 6 çıxıram -2, 48 bölünsün 4-dən 12 çıxıram -8. 48-i 16-ya böləndə bu da elədi 3. Yəni bu qədər. Bu qədər uşaqlar. Plus 2xy plus y-in kvadratı bərabərdir 36. Ondan sonra da x vurulsun y-in yerindəki 4-ü həmin ifadədə gətirib yerinə qoyduqda x-in kvadratı plus y-in kvadratı ifadəsinin 28 olduğunu müəyyənləşdirmiş olduq. Aydındır? Bəli. Əfəndim. Kvadratlarının sadə vuruqları çoxlu olarsa, deməli biz bunu sadə vuruqların bir-birinə vursaq, bu ədədin özü alınar. Onun üçün A-nı tapmaq üçün 5 vurulsun 2 vurulsun 3, o eləyir 30. B-də də 2 vurulsun 3 vurulsun 7, o da eləyir 42. Əkob AB vurulsun əbob AB-də A vurulsun B-dir. Onun üçün A və B ədədlərinin alındığı qiymətləri bir-birlərinə vurduğumuz halda 1260 qiymətini alarıq. Bəli, uşaqlar, biz biraz əvvəl də demişdik ki, əkob AB vur, əbob AB bu ədədlərin hasılı deməkdir. Yəni A vur, B deməkdir. Biz A ədədini tapdıq, B ədədini tapmışıq. Düzdürmü? Yəni A və B ədədləri onun nə olmuş olur? 30 vurulsun 42. Belədir 1260. Mən kağıdı 2 vur 3 vur 7 105 yazmışam. Görürsünüz. 3 tane neft yatağında aylıq neft hasilatı uyğunluq 5, 7, 8 verilibdir. Birini 5M, digərini 7M, digərini də 8M şəklində götürsək, birinci və ikinci yataqda 20% azaltmaq planlaşdırılır. Yəni toplamda 12M'dir. 12M'də 20% azaltmaq, yəni ədədi 20% azaltmaq 80%-ni tapmaq deməkdir. Yəni 12M'in 80%-ni tapmaq, böldük 80, böldük 100-ə olur. Bu da elədi neçə? 9.6 M eləmiş oldu. Və toplamda 5-dir, 7-dir və 8 olmaqla toplamda 20M qədərdir və toplam 20M olması üçün, yəni amma biz burada baxırıq ki, sondakı 8 də nəzərə almaqla 9.6M ilə 8 toplasam, amma 17.6M olmuş olur. Burada yəni müəyyən bir azalma var. 20M çıxılsın, 17.6 M qədər azalma var. Yəni 2.4M'lik bir azalma var. Düzdürmü uşaqlar? Bu 2.4M'lik bir azalmanı ləğv etmək üçün bizə lazımdır ki, görəsən bu 8M'i necə artırım ki, bu azalma aradan qalxsın. Bu azalma aradan qaldırmaq üçün artıq düşünürük ki, 8M üstə gəlsin, 8M vurulsun neçə faiz bərabərdir. Artıq bu azalmanı nə ediyorsunuz? 8M'in üzərinə gəlirsiniz. Elə bir ki, mən artıq 8M'dən 8M'lik qazanc deyil, 8M'dən 8 üstə gəlsin 2.4, yəni 10.4M'lik bir qazanc əldə etməliyəm ki, bu aradakı azalma olmasın. Oldu mu uşaqlar? Arada azalma baş verməsin. Yəni mən necəsə bu 8M-dən 10.4 düzəltməliyəm ki, yəni bunun üzərinə də bunu gələndə, daha doğrusu verdikdə 10.4M'lik qazanc düzəltməliyəm ki, yenə deyim, aradakı azalma baş verməsin. Yəni əvvəlki qiymətimiz, yəni 20M yenidən alınmış olsun. Bunu tapmaq üçün hər tərəfdən təbii ki, M-lər ixtisar gedir. Eyni şəkildə 10.4-dən də 8 çıxırıq, 2.4 qalır. 8x bölünsün 100 bərabərdir 2.4 eləyir. X də bərabərdir 240 bölünsün 8, yəni 30%. 30% artırmalıyam ki 8-i, o da 10.4 almış olum. Aydındır uşaqlar. Bir daha təkrar edirik. Bax, bunların ikisinin toplamı bizə 12 verməli idi. Amma azalmadan sonra bunların ikisinin toplamı 9.6 elədi. Yəni burada 2.4-lük bir fərq yarandı. Yəni bir azalma yarandı. Amma deyir ki, azalma olmasın, əvvəlki qədər olsun deyə. Deməli, mən bu 8M-i artıq 8M kimi görməməliyəm. O azalmanın üzərinə gəlməliyəm bunu. Bunu artıq görməliyəm. 10.4 kimi görməliyəm. 2.4 üzərinə gəlib. 10.4 kimi görməliyəm. Və düşünməliyəm ki, indi görsən mən bu 8M-i görəsən nə qədər artırım ki, neçə faiz artırım ki, bunu 10.4 ala bilim. Bu da elədir 30%. Və sıra. Deyir, nə deyir? Hə, deyir zəmi 176 olan 4 ədəd.
Demək bizə döylədə məsələn x plus y plus z plus t bərabər 176 yaza bilərik. Amma o qədər ehtiyac yoxdur. Deyir bizə birinci və ikinci ədəd 2 nisbətində olarsa. Demək yazırıq 2x plus 3x. Sonra deyir ikinci və üçüncü ədədlər yenə də ikincidir burada ortaq. Demək ortağı seçirik. Yəni ortaq üstü 3-ü bir daha yazmırıq. Plus 3x. Yox. 5x plus Və 5x. ikinci və üçüncüyə baxırsansa, ya ikinci 3K-dırsa, üçüncü 5K-dır. Sonra deyir üçüncü və dördüncü ədədlər isə 5 6 nisbətində olacaq. Yəni burada 5 orta 5 yazmırıq. Bir də plus 6x yazırıq. Aferin. 6K bərabər 176. Toplayır 16K bərabər 176. K da olur 11. Bizdən deyir birinci və dördüncü ədədlərin cəmini tapın. Birincimiz 2K idi. Bərabər də olur 22. Axırıncı da olur 6K bərabər 66. Bizdə bunun cəmini 22 plus 66 bərabər 88. 8 bura 11 bərabərdir 88. Aydındır uşaqlar. Bu deyər vəssalam. Emanı tapmaq üçün 2-nin 2 kökdə 3-ün kvadratı plus emanın kvadratı bərabərdir 4 kökdə 3-ün kvadratı eləyib emanı 6 Və tapdım. yaxud da sən Ora deyə 6 bilməzdin ki, yazandan məsələn, burada 30, 60, 93 bucağı var. Bu 30 dərəcə bucaq qarşısındakı kvadrat hipotenuzun yarısı olub. Bu da 60. o da ola bilər. Hı. Ondan sonra deməli orada MC-ni tapmaq üçün gördük ki, o tənböləndirsə 45-45 bölüb. Deməli D bucağına da 45 düşüb ki, orada 2 kökdə 3 olubdu. Elə bir şeydə MC. MC 2 kökdə 3 olubdu. Bu qədər. Bəli, MC-ni 2 kökdə 3 olaraq tapdıq. Buradakı hər şey əla. Daha sonra bu hissədə nə olurdu? Bunun kökdə 2 qatı olurdu. Katetin kökdə 2 qatı olurdu. 2 kökdə 3-ün kökdə 2 qatı 2 kökdə 6 eləyin. Lazım olar, olmaz? Lazımdır təbii ki. Məsələn, burada 60 dərəcə bucaq qarşısındakı duran bu hissə kökdə 6 veribdir bizə. Bizə BD-ni soruşur. Artıq buradan BD-ni tapmaq üçün bu üst bucağa diqqət ediyorsunuz ki, baxın, elə trigonometrik nisbət budur. Ki, sizə birbaşa sinuslar teoremi və kosinuslar teoremi ilə əlaqəli sualdır. 30-60-90-a görə bu hissələr yazılıbdır. Daha sonra da indi sinuslar teoreminə görə də 2 kökdə 6-nın qarşısındakı sinus 60-dır yazıram. Sinus 60 o da bərabərdir. 45-in qarşısına da BD yazıram. BD də bölünsün sinus 45. Düzdür mü uşaqlar? Sinus 60-da nə edir? Kim deyər? Kökdə 3. Sinus 60-da Kökdə 3 bölü 2. Evet. Bəs sinus 45-də? 3 kök 2 bölü 2. Kökdə 2 bölü 2, bəli. Daha sonra burada uşaqlar BD-ni tapmaq lazımdır. BD-ni də tapanda kökdə 6-nı kökdə 3-ə böldüm. Kökdə 2 düşdü uşaqlar. Düzdürmü? Kökdə 2 düşdü. Buradan da deməli kökdə 2 ilə 2-ni ixtisar elədim. Buradan da kökdə 2 qaldı. Kökdə 2 ilə kökdə 2-lər də ixtisar getdi. BD də bərabərdir 4-lərdir. Bu ikilərin hasili elədi 4. Aydındır. Bu qədər maraqlı və sadə bir sual.